Axşamınız xeyir. Bəli, bugünkü dərsimiz inkişaf etdirici, təsirləndirici və öyrədici mühitdir. Biz bugün öyrənəcəyik ki, inkişaf etdirici mühit dedikdə, inkişaf etdirici mühitin hansı tələbləri var? Biz necə mühitimizi inkişaf etdirici, necə mühitimizi dəstəkləyici və öyrədici edə bilərik? Səssizləşdirək zəhmət olmasa. Xəyala məlumat, diqqətli olaq səssizləşdirək. Və başlayaq izahımıza. İnkişaf etdirici mühit. Müəllimlər, ümumilikdə inkişaf etdirici mühit bizim müasir təhsil sistemimizin əsas olan tələblərindəndir ki, bəli, bizim interaktiv təlimimiz tələb edir ki, bizim mühitimiz inkişaf etdirici olmalıdır. Mühit nədir? Yəni uşaqları əhatə edən qrup otağıdır. Yəni uşaqlar qrup otağında inkişaf etdirici mühitlə təmin olunmalıdır. İnkişaf etdirici mühit təhsilləndirici mühitdir. Yəni təhsil varsa, həmin mühitdə inkişaf da var. İnkişaf etdirici mühitimiz birbaşa təhsilləndiricidir. Necə? Yəni bu təhsilləndiricilik ancaq uşaqlara məşğələlər ya da ki, akademik biliklər verməklə kifayətlənmir. Bu inkişaf ettirici mühit uşaqları əhatə edən bütün vəsaitlərdən başlayır, uşaqların bütün fəaliyyətlərini özündə əks etdirir. Bunun gəzintisi, ekskursiyası, təşkil olunan uşaqlar üçün əyləncələr, uşaqlar üçün təşkil olunan asudə vaxtının təşkil olunması, yəni dediyimiz təhsillendirici mühit, yenə də deyirəm, ancaq keçirilən 2 məşğələ və onun həmin məşğələlərdə uşaqlara verilən akademik biliklər deyil. Bizim dediyimiz inkişaf ettirici mühit bütün fəaliyyətlərdə uşaqların hansı ki, öyrədici bir mühitlə, təhsillendirici bir mühitlə təmin olunmasıdır. İnkişaf ettirici mühit təfəkkürün, sosial-emosional münasibətlərin, fiziki və yaradıcı inkişafın təsirinə xidmət göstərir. Əslində, yəni təfəkkürlə biz kifayətlənməyək, onların yaradıcı təfəkkürü olsun. Hansı ki, onlarda kritik bacarıqlar olsun, əməkdaşlıq bacarıqları olsun, problem həll etməkdir, qərar qəbul etməkdir. Bu kimi bir sıra səriştələr məhz səriştələrin təməli məhz qoyulur. Bəli, bizim uşaqlar üçün təşkil etdiyimiz inkişaf etdirici mühitdən. Və inkişaf etdirici mühiti biz uşaqlar üçün necə təşkil edə bilərik? Bir dəqiqə müəllimlər, çox üzr istəyirəm, bir dəqiqə. Bəli, davam edək. Və biz uşaqlar üçün inkişaf etdirici mühiti necə təşkil edə bilərik? Onun funksiyalarının tələblərini nəzərə almaqla, baxın, sual olunmayacaq ki, inkişaf etdirici mühitin neçə funksiyası var. Elə bunu əzbərləməyə heç ehtiyac yoxdur. Və heç kəsdən istəmirəm ki, qısa konkret 6 funksiyasını əzbərləsin və heç birinin mahiyyətini bilməsin ki, bu 6 funksiya özündə nəyi əks etdirir? Bu 6 funksiyanın tələbləri qorunmaqla, bu 6 funksiyanın tələblərinə riayət olunmaqla biz nəyi əldə etmiş olarıq? Müəllimlər, hansı ki, bu funksiyaların tələblərini reallaşdırmaqla biz uşaqlar üçün inkişaf etdirici bir təhsil mühiti, təhsilləndirici bir təhsil mühiti formalaşdıra bilərik. Həmin funksiyalar hansılardır? Fəallığın stimullaşdırılması, informasiya funksiyası, psixoloji sağlamlığın qorunması, təşkilati funksiya, tərbiyəvi funksiya və inkişaf funksiyası. Hər biri, bəli, yəni hər bir funksiya uşaqların təhsillənməsinə xidmət göstərir. Gəlin ayrı-ayrılıqda tanış olaq bunlarla ki, dediyimiz fəallığın stimullaşdırılması nədir? Stimullaşdırmaq biz bilirik ki, həvəsləndirməkdir. Stimul, motivasiya, düzdürmü? Yəni bu sözü biz anında tuturuq ki, uşaqların həvəsləndirilməsi, motivasiya olunması nəyə? Müxtəlif fəaliyyət növlərinə. Bilirsiniz bu nəyə xidmət edir? Uşaqların aktivliyini təmin etməyə. Ki biz uşaqları müxtəlif fəaliyyət növlərinə həvəsləndirməklə onların aktivliyini təmin edək. Yəni uşaqlar öyrənən olsunlar. Uşaqlar üçün həmin deyək ki, təşkil olunan fəaliyyət mühiti, fəaliyyət növləri öyrədici xarakter, təhsilləndirici xarakter daşısın. Aydındırmı fikrim? Uşaqların həvəsləndirilməsi, müxtəlif fəaliyyət növündə fəal iştirakının təmin olunması, məhz elə fəallığın stimullaşdırılmasına aiddir. İnformasiya funksiyası nədir? Biz bilirik ki, uşaqları kifayət qədər əşyalar əhatə edir. Düzdürmü? Qrup otağında olan, baxın, elə güşələr, elə güşələrin bütün materialları, hamısı uşaqları əhatə edən əşyalara daxildir. Yəni, uşaqları əhatə edən mühiti təşkil edən əşyalardır. Həmin əşyalar uşaqlar üçün informasiya ötürən olmalıdır. Həmin əşyalar uşaqlar üçün bilik ötürən olmalıdır. Uşaqların sosial təcrübəsinin formalaşmasına təsir göstərməlidir ki, deyək ki, əşyanın elementləri funksional xüsusiyyətlərin zənginləşməsinə xidmət eləyir. Hansı ki, onların komplektliyinin formalaşması və müxtəlifliyin
hansı ki uşaqların maraq və tələbatlarının nəzərə alınması, yəni biz bunu kifayət qədər genişləndirə bilərik ki, əsas mahiyyət nədir? İnformasiya funksiyasını belə açar söz kimi biliklə yadınızda saxlayırsınız. İnformasiya vermək, bilik vermək. Nə informasiya verəcək? Bilik verən nə olacaq? Uşaqları əhatə edən əşyalar olacaq. Bunu belə yadınızda saxlayacaqsınız. Psixoloji sağlamlığın qorunması funksiyası nədir? Əlbəttə ki, bizim mühitimiz nə qədər informasiya ötürən, yəni zəngin informasiya verən əşyalarla zəngin olsa da bizim mühitimiz, nə qədər biz uşaqların müxtəlif fəaliyyət növlərinə stimul etsək də, həvəsləndirsək də, onların mütləq psixoloji olaraq da həmin mühitə uyğunluğunu təmin etmək lazımdır. Yəni ətraf mühit uşağın emosional vəziyyətinə təsir göstərir. Deyək ki, uşaq gərgin bir vəziyyətdədir. Həmişə qrup otağında qışqır, bağır, yəni ağlayan uşaq kim, tərbiyəçinin səsi, əsəbləri gərgin bir dayə, plus yenə də tərbiyəçi. Bu zaman uşaqların sağlam psixologiyası olarmı? Əlbəttə ki, olmaz. Yəni uşaqların hansı ki, psixoloji vəziyyətinə təsir göstərən onu əhatə edən ətraf mühitdir və ətraf mühitin yenə də baxın materialları, avadanlıqları, onların məzmunu, onların yerləşdirilməsi, hətta onların otaqda tərtibatı uşaqlar üçün müsbət emosiyalar yaradan olmalıdır. Onlarda müsbət aura yaradan olmalıdır. Onların sağlam psixoloji, mənəvi dünyasına təsir edən olmalıdır. Plus da elə az əvvəl sadaladığım dayədir, tərbiyəçidir. Yəni uşaqların bir-birinə münasibətləridir. Uşaqlar baxırıq ki, hamı bir-birinə qışqıra-qışqıra danışır. Yəni bu nədən irəli gəlir? Bu elə tərbiyəçinin uşaqlara münasibətindən, dayənin uşaqlara münasibətindən irəli gəlir ki, uşaqlar ağ kağızdır. Biz o həmin kağıza nəyin izini qoysaq, uşaq bizə onu qaytarır. Əslində bu ailələrdə də belədir. Uşaqların həddindən artıq aqressiv olması ailədə ata-ana münasibətləri olsun, digər ailə üzvlərinin münasibətlərinin gərginliyindən irəli gəlir ki, uşaq dediyim kimi ağ kağızdır. Onu bizə əks etdirir. Qrup otağı da eynən, yəni ancaq informasiya mühitinin ya da ki, onların fəaliyyətləri stimullaşdırılması kifayət deyil. Onlar üçün sağlam psixoloji bir mühit də yaradılmalıdır. Həm də baxın, həmin yaradılan mühit dediyim kimi onlarda müsbət emosiyaların formalaşmasına təsir etməlidir. Plus da baxın, azad sahə üzrə və təklik güşəsi üzrə onların fəaliyyətlərinə imkan verən olmalıdır. Azad sahə nədir? Azadı kollektiv sözünü yadınızda saxlayın. Yəni uşaqların kollektiv daxilində fəaliyyəti, öz yoldaşları ilə münasibətləri, əməkdaşlıq etməsi onların azad sahəsinə aiddir. Plus da təklik güşəsi, fərdi güşə. Uşaqlar üçün elə bir mühit yaradılmalıdır ki, onların psixoloji, deyək ki, vəziyyəti elə bir səviyyədə olmalıdır ki, uşaqlar istəsə azad sahə üzrə, istəsə təklik sahəsi üzrə, təklik güşəsi sahəsi üzrə, yəni fərdi olaraq öz fəaliyyətlərini istədiyi kimi davam etdirə bilsinlər. Təşkilati funksiya nədir? Mühit uşaqlar üçün mobil və dinamik olmalıdır. Tərbiyəçi müəllim yaxın inkişaf zonası. Baxın, uşağın yaşı, fərdi xüsusiyyətləri, ehtiyacları, istək və qabiliyyətlərini nəzərə almalıdır. Təşkilati funksiyanı uşaq yönümlülük prinsipində yadınızda saxlayın. Açar söz kimi yadınızda saxlayın. Çünki uşaq yönümlülüyün bütün xüsusiyyətləri, uşağın yaşı, fərdi xüsusiyyətləri, ehtiyacları, istək və maraqları, qabiliyyətləri, potensial imkanları harda nəzərə alınır? Təşkilati funksiyada və uşağa müxtəlif fəaliyyət növlərində fəal iştirak etmək üçün hər cür materialın təklif edilməsi. Görürsüz, materiallar demək olar ki, bütün funksiyalarda özünü göstərir. Çünki həqiqətən də uşaqların təhsilləndirici mühitinə birbaşa təsir göstərən materiallardır. Uşaqları əhatə edən əşyalardır. Yəni əşyalar, həmin materiallar da biz bilirik ki, güşələrdə əks olunur və biz də bilirik ki, güşələr qrup otaqlarının ayrılmaz, uşaqların inkişafına xüsusi təsir göstərən bir fəaliyyət növləridir. Plus da inkişaf etdirici mühitin məzmunu uşağın ehtiyac və maraqlarına cavab verməli və müstəqil fəaliyyət növünün seçilməsinə təkan verməlidir. Yəni dediyim kimi təşkilati funksiyanı biz uşaq yönümlülüklə nəzərdə saxlayırıq, açar söz kimi yadımızda saxlayırıq və mahiyyətini genişləndiririk ki, uşağın ehtiyacının, maraqlarının nəzərə alınması, bizim təşkil etdiyimiz mühitin uşaqların maraq və ehtiyaclarına cavab verməsi, onların müstəqil fəaliyyət növünə imkan verməsi təşkilati funksiyadan asılıdır. Yəni uşaq üçün təşkil edilir. Belə yadınızda saxlayın. Uşağın marağını nəzərə alırım, onun marağına uyğun onun üçün fəaliyyət təşkil edirəm. Aiddir bu təşkilati funksiyaya. Tərbiyəvi funksiya mühit elə olmalıdır ki, uşaqlar arasında əməkdaşlıq bacarıqları olsun, müsbət münasibətlərin formalaşması olsun, mütəşəkkil davranış və qayğıkeş münasibətlərinin yaradılması olsun, mütləq olmalıdır ki, bütün əməkdaşlıq varsa, uşaqlar arasında müsbət münasibətlər, mütəşəkkil davranış, qayğıkeş münasibətləri varsa, həqiqətən də həmin mühit uşaqlar üçün tərbiyə verən bir mühit olacaq. Və inkişaf funksiyası adı üstündə fəaliyyətin sadə formadan mürəkkəbinə doğru inkişafının
davamlılığının təmin edilməsidir. Yəni biz uşaqları inkişaf etdirmək istəyiriksə, fəaliyyətimizi necə qurmalıyıq? Əlbəttə ki, varisliyə əsaslanmalıyıq və varisliyi də biz bilirik ki, nədir varislik? Sadədən mürəkkəbi olmalıdır. Yox, mən uşağı inkişaf etdirmək istəyirəm ki, bir wunderkind yetişdirim, birbaşa başlayıram uşaqlara vurma cədvəlini keçməyə. Rəqəmləri tanımayan uşaq vurma cədvəlini öyrənər? Yox. Birinci prinsipimiz varislikdir inkişaf etmək üçün, uşaqların inkişafını təmin etmək üçün və yeni olan qeyri-adi komponentlərin birləşdirilməsidir. Uşaqlar üçün yeni olan, qeyri-adi olan komponentlərin bir-birindən əlaqələndirilərək uşaqlara onun çatdırılmasıdır, onun mahiyyətinin uşaqlara açıqlanmasıdır və inkişaf funksiyası göstərir ki, hər bir fəaliyyət mühitinin məzmunu aktual inkişaf zonasına uyğun olmalıdır və uşaq qrupda yaxın inkişaf zonasında olmalıdır. Biz bunu Vygotsky-də daha gözəl öyrənəcəyik, daha ətraflı geniş öyrənəcəyik. Məzmununu deyim sizə qısa olaraq nədir bu? Müəllimlər, yaxın inkişaf zonasında uşaqlar həmişə öyrənəndir. Yəni uşaq harda öyrənir? Ən səmərəli öyrənmədir uşaqlar üçün yaxın inkişaf zonası. Aktual inkişaf zonası artıq uşağın öyrənməsi. Bizdə deyirik ki, hər bir fəaliyyət mühitinin məzmunu, yəni uşağa öyrətdiklərimiz aktual inkişaf zonasına uyğun olmalıdır. Yəni uşaq onu öyrənməlidir. Uşağın öyrənməsi, artıq uşaq öyrəndi, bilir. Sərbəst fəaliyyətin yerinə yetirməsi, o işi bacarması artıq aktual zonadır. Hansı ki, o işi uşaq hələ öyrənir, bu yaxın inkişaf zonasıdır. Belə izah edim. Bu nümunəni sizə eynən Vygotsky-də də çəkəcəm. Baxın, uşaqlar hərfləri tanıyır. Şəkil göstərirəm uşaqlara. Bütün əlifba əks olunmuş şəkildir və çubuğumu hansı hərfin üstünə qoysam, uşaq hərfləri şəkil üzrə hamısını deyir. A, B, C, D, Y hansına qoyuramsa hamısını uşaq tanıyır. Şəkil üzrə uşaq hərfləri tanıyır. Amma uşaq özü sərbəst şəkildə A hərfini yazmağı bacarmır. Sadəcə şəkillərdə tanıyır əlifbanı. Şifahi olaraq tanıyır uşaq əlifbanı. Hansı ki, uşaq baxın, hələ ki uşaq bacarmır A-nı sərbəst yazmağı. Bu zona ki var, bu yaxın inkişaf zonasıdır. YIZ adlanır bu. Vygotsky-də eynən bu nümunələ sizə bunu təkrar edəcəm mən. Yaxın inkişaf zonası. Uşaq A-nı yazmağı öyrənir yaxın inkişaf zonasında. Daha təcrübəli bir kimsə ilə. Bəlkə belə yadınızda saxlayın. Deyək ki, tərbiyəçi müəllim uşağın əlini tutur, uşağa A hərfini yazmağı öyrədir. Ki uşaq bunu artıq öyrəndi. Tərbiyəçi müəllim həftələrlə uşağın əlini tutur və A hərfini yazmır ki, bir həftə, 2 həftə, 1 dərs, 3 dərs artıq uşaq özü A hərfini yazmağı bacardı. Uşaq bacardı, artıq uşaq aktual zonadadır. Aydın oldu mu? Uşaq öyrənirsə yaxın inkişaf zonasındadır. Yox, artıq sərbəst o işi bacarırsa, o artıq aktual zonadadır. Zonadadır uşaq. Və bizim inkişaf funksiyamız da tələb edir ki, uşağın hər bir fəaliyyəti, hər bir fəaliyyətin məzmunu aktual inkişaf zonasına uyğun olmalıdır. Yəni uşaq hər bir fəaliyyətin məzmununu bacarmalıdır, öyrənməlidir və uşaq qrupda yaxın inkişaf zonasında olmalıdır. Bu nə deməkdir? Uşaqlar qrupda hər zaman öyrənən olmalıdır ki, həqiqətən də öyrənən, öyrənmə mövqeyində olan uşaqlarımız günü-gündən inkişaf edən uşaqlarımızdır və bizim mühitimizdə əlbəttə ki, inkişaf varsa, həmin mühitdə təhsil var. Həmin mühit inkişaf etdirici, təhsilləndirici mühitdir. Və çox geniş, aydın şəkildə izahını verdim müəllimlər sizə ki, bax biz inkişaf etdirici mühit deyiriksə, biz təhsilləndirici mühit deyiriksə, bütün bunların onun məzmununda əks olunmasıdır. Da quru-quru götürüb, bəzən quru-quru funksiyalarını əzbərləyir, heç anlamır ki, o funksiyalar nəyə xidmət edir. Heç bunu bilmir mahiyyətini. Biz öyrəndik ki, onun mahiyyəti məhz uşaqlar üçün inkişaf etdirici, təhsilləndirici mühiti yaratmaqdır. Digər tərəfdən müəllimlər, inkişaf etdirici mühitin 2 növü var. Hə, bunu siz əzbər bilməlisiniz, bu vurma cədvəlidir. Birincisi daxili inkişaf etdirici mühitdir, ikincisi xarici inkişaf etdirici mühitdir. Sual olunur, qısa, konkret inkişaf etdirici mühitin neçə növü var? Dediyim kimi, bunu sual verirlər. Bunu siz 2x2 kimi bilməlisiniz. Daxili inkişaf etdirici mühit nədir? Müəssisə daxili, qrup daxili mühitdir. Baxın, adı üstündə. Daxili inkişaf etdirici mühit deyirəmsə, siz işlədiyiniz ya da ki, işləmək qismət olsun, hazırlaşan müəllimlər, yəqin ki, bir bağçanı tanıyırsınız. Həmin bağçanı göz önünüzdə gətirin. Həmin bağçanın ki, binası var. Binanın qapısından ki, içəri girdik, artıq bu daxili inkişaf etdirici mühitdir. Koridorumuz, ikinci mərtəbəyə qalxan pilləkənimiz, koridorda verilmiş olsun ki, şəkillər, uşaqlar üçün müxtəlif oyuncaqlar, qoyulmuş çiçəklər, dibçəklər, hamısı daxili inkişaf etdirici mühitdədir. Bu binanın daxilindədir. Plus əlbəttə ki, qrup otağı daxili inkişaf etdirici mühitdir. Və müəllimlər, daxili inkişaf etdirici mühitin əsasını, özəyini təşkil edən fəaliyyət mərkəzləridir. Fəaliyyət mərkəzləri nədir? Guşələrdir ki,
uşaqların inkişafına, onların təhsilləndirilməsinə, onların belə deyək ki, yaradıcı şəxsiyyət kimi, onların bədii zövqünün formalaşmasında, yəni güşələrin uşaqlar üçün faydasını biz sadalamaqla kifayətlənə bilmərik, yetinə bilmərik ki, biz onun uşaqlar üçün müsbət təsirlərini bilirik və həmin güşələr də bizim daxili inkişaf etdirici mühitimizə aiddir. Yenə də deyirəm, işləyən müəllimlər öz qrup otaqlarını göz önlərində canlandırsın ki, bizim qrup otağımızda nə var? Əsasını təşkil edən fəaliyyət mərkəzləridir. Komissiya gəlir birinci fəaliyyət mərkəzlərinə diqqət edir. Fəaliyyət mərkəzlərinin məzmununa, yəni öyrədiciliyi, yəni fəaliyyət mərkəzində olan materiallara diqqət yetirir ki, həmin materiallar mütləq uşaqlar tərəfindən, müəllim tərəfindən, valideynlər tərəfindən olmalıdır. Bəli, fəaliyyət mərkəzlərində yuxarı yaş qruplarında deyək ki, əl əməyi güşəsində uşaqların əl əməyi nümunələri əks olunmalıdır hər zaman. Hər zaman yeniləri ilə əvəzlənməlidir. Və fəaliyyət mərkəzlərini sadalamıram müəllimlər. Çox yaxşı bilirsiniz ki, hansı güşələr məktəbli təhsil müəssisələrində fəaliyyət göstərir, hansı güşələr olmalıdır və o güşələrlə də bağlı geniş bir PDF-i sizə göndərmişik. Kitabda da var. Kitabı olanlar kitabdan bunu mütləq oxuyun müəllimlər. Mütləq güşələri, hər bir güşənin uşaq inkişafına təsiri ki, onlar necə tərtib olmalıdır? Məsəl üçün kitab güşəsinə hansı tələblər verilir? Mütləq işıq olan, işıq düşən bir tərəfdə olmalıdır. Səs-küydən uzaq olmalıdır. Kitablar uşaqların yaşına uyğun olmalıdır. Ancaq bu kitab güşəsinə aid deyil müəllimlər. Uşaqların yaşa uyğunluq prinsipi bütün yaş qruplarında nəzərə alınır. Deyək ki, kiçik yaş qruplarında, hansı ki uşaqlar üçün uşaqların təhlükəsizliyi hər zaman nəzərə alınmalıdır. Xırda muncuqlar olsun, deyək ki, xırda düyməciklər olsun, xırda oyuncaqlar olsun. Qətiyyən kiçik yaş qruplarında bunlar bizim güşələrimizdə olmamalıdır. Axı uşaq onu ağzına apara bilər, nəfəs borusuna gedə bilər. Bu uzaq olsun müxtəlif hər hansı bir qəzanın, hər hansı bir hadisənin baş verməsinə səbəb ola bilər. Ona görə hər zaman diqqətli olmalıyıq. Yəni belə yadımızda saxlayırıq ki, yaşa uyğunluq prinsipi hər yaş qrupunda bütün fəaliyyət növlərində nəzərə alınır və hamısı haqqında burada geniş məlumat vermişəm. Gələn dərsdə elə geniş də sual-cavab etməklə sizdən soruşacağam. Elə izahını versəm çox uzun-uzadı olacaq və yorucu olacaq. Ona ehtiyac yoxdur, amma siz bunun hamısını oxuyacaqsınız ki, hansı güşələr var, hansı belə bir şey də var ki, bəzi oxşar güşələr qruplarda birləşdirilə bilər. Bu məsələni mən mütləq qeyd etməliyəm. Niyə? Çünki bəzən elə müəssisələrimiz var ki, infrastruktur buna imkan vermir ki, hər güşə üçün biz aylıqda bir məkan, aylıqda bir sahə ayıraq. Deyək ki, qrup otağımız balacadır. Qrup otağımız balacadırsa, oxşar güşələr var ki, məsəl üçün təbiət güşəsinin elm güşəsi. Biz bunları birləşdirə bilərik. Bunlar bir-birinə oxşar güşələrdir. Amma bunların fərqi bilirsiniz nədir müəllimlər? Bunu da açar söz kimi yadınızda saxlayın. Təbiət güşəsində yəni, biz bilirik ki, təbiəti əks etdirən güllərdir, çiçəklərdir, hamısı qeyd olunur. Elə elm güşəsində də təbiətlə bağlı güllər, çiçəkləri biz izləyə bilərik, görə bilərik. Fərq ondan ibarətdir ki, müəllimlər elm güşəsində mütləq təcrübə olmalıdır. Tədqiqat və deyək ki, eksperimentlər olmalıdır. Ki, məsəl üçün, çiçək var, həm təbiət güşəsində var, həm elm güşəsində. Ola bilər, təbiət güşəsində olan çiçək sadəcə təbiəti əks etdirmək üçün, təbiətlə bağlı uşaqları daha çox, daha ətraflı geniş məlumatlandırmaq üçün təbiət güşəsində qoyulub. O başqa. Amma elm güşəsində olan çiçək, uşaq artıq həmin çiçəyi ta ki toxumunu səpib ora, onun becərməsini, cücərməsini, yetişməsini müşahidə edir, təcrübə aparır. Hə, təcrübə varsa bu artıq elm güşəsidir. Bu xırda qızıl açar sözü də unutmayın, yadınızda saxlayın. Yəni müəssisələrdə əgər infrastruktur imkan vermirsə, əgər qrup otağımız balacadırsa, oxşar güşələr birləşdirilə bilər. Daha geniş sual-cavab edəcəm sizi və sual-cavabla da təkmilləşdirəcəksiniz biliklərinizi güşələrlə bağlı. Və xatırlayaq ki, yenidən güşələri açdım. Xatırlayaq ki, müəllimlər, güşələr daxili inkişaf etdirici mühitə aiddir. Bəs xarici inkişaf etdirici mühit nədir müəllimlər? Xarici inkişaf etdirici mühit deyiriksə biz, uşaq yanı bağçanın həyət yanı sahəsi nəzərdə tutulur. Yenə də deyirəm, işləyən müəllimlər öz uşaq bağçalarının həyət yanı sahəsini göz önündə canlandırsınlar ki, həmin həyətyanı sahə bizim xarici inkişaf etdirici mühitimizə aiddir. Həyətyanı sahədə olan hər bir şey, ağac, deyək ki, bitkilər, yeməli meyvə və tərəvəzlər, qum, daş, gil, su və s. hamısı bizim xarici inkişaf etdirici mühitimizə aiddir. Həm daxili, həm də xarici inkişaf etdirici mühit uşağın təliminin bütün aspektlərini təmin edir və tərbiyəçi müəllim, uşaqlar, ailələr və yerli ictimaiyyət arasında ünsiyyətə kömək edir. İnkişaf etdirici təlim mühiti uşağın təfəkkürü, sosial-emosional, fiziki və yaradıcı inkişafına böyük təsir göstərir və tərbiyəçi müəllim fiziki və psixoloji baxımından təhlükəsiz və həvəsləndirici mühit yaradaraq uşağın müstəqil və qrup layihələri, oyun, müxtəlif vasitələr, digər uşaqlarla və böyüklərlə qarşılıqlı əlaqə vasitəsilə inkişafını hər zaman
dəstəkləyən olmalıdır. Bunların əsasında özəyində müəllimlər, tərbiyəçi durur. Əgər bizim tərbiyəçi müəllimimiz yaradıcı deyilsə, onun qrup otağı da bizim üçün, yəni sıfır olacaq. Uşaqlar üçün də sıfır olacaq. Uşaqların öyrədiciliyi, inkişaf etdiricilik həmin mühitdə sıfır olacaq. Yəni bütün bunlar daha çox 90% tərbiyəçidən asılıdır. 10% uşaqların və valideynlərin üzərinə düşür. Bəzən bizim çox gözəl yaradıcı müəllimlərimiz olur. Müsahibə mərhələsində, müdirlərin müsahibə mərhələsində mən bir müəllim kəşf etmişdim. Yəni müəllim həqiqətən də dahi idi məktəbə qədər sahə üzrə. O qədər yaradıcı. Mən o müəllimin işlərindən zövq alırdım. O müəllimin layihələrindən zövq alırdım. Heç nə yox, kağız olsun. Kağızdan uşaqlar üçün elə gözəl əl nümunələri düzəldirdi. Yəni dediyim kimi mən onun yaradıcılığına heyran qaldım. Ki var bizim belə yaradıcı müəllimlərimiz, var bizim belə yaradıcı valideynlərimiz. Onların yaradıcılıqlarından hər zaman müsbət istiqamətdə istifadə olunmalı. Və müəllimlər daxili inkişaf etdirici mühitində 3 komponenti var. Fiziki mühit, zaman mühiti, sosial mühit. Fiziki mühit nədir? Otaqda olan mebellərdir. Yəni fiziki mühiti də biz qrup otağı kimi yadımızda saxlayırıq ki, qrup otağında olan əşyalar, mebellər, onların yerləşməsi, onların ümumi dizaynı, fəaliyyət mərkəzləri, yəni güşələr, həmin güşələrdə olan materiallar hamısı fiziki mühitə aiddir. Zaman mühiti nədir? Hansı ki, bağçada yerinə yetirilən fəaliyyətlər ki var, biz bunu gün rejimindən çox gözəl bilirik. Uşaqların qəbulu ilə başlayırıq, uşaqların yola salınmasını yekunlaşdırırıq. Yəqin ki, xatırlayırsınız. Həmin fəaliyyətlərin bir-birini izləməsi, həmin fəaliyyətlərə ayrılan vaxt müddəti bizim zaman mühitimizə aiddir. Onların ardıcıllığı hər zaman qorunmalıdır. Biz bunu demişdik. Biz demişdik ki, deyək ki, fəaliyyət növünün başqa bir fəaliyyət növünün vaxtından alması, vaxtın azaldılması, vaxtın uzadılması bunlar qətiyyən yol verilən deyil. Əgər deyək ki, müəllim məşğələnin vaxtını uzadırsa, bu zaman mühitinin tələblərinin pozulmasıdır. Deyək ki, gəzintinin vaxtını müəllim düzgün bölüşdürmürsə, deyək ki, asudə vaxtının təşkil olunmasına az vaxt ayırırsa, uşaqları daha çox yatdırırsa ki, aman yatsın, bizim qulağımız dinc olsun. Yataq, hansı ki biz bilirik ki, onun da yuxu rejimi var uşaqların. Yuxu rejiminin tələbləri pozulursa, bunlar hamısı nəyə aid olacaq? Əlbəttə ki, zaman mühitinə aid olacaq. Və sosial mühit də sosiallıq dedikdə müəllimlər, söhbət mütləq uşağın ətrafından gedir. Onu əhatə edən hər kəsdən gedir. Tərbiyəçidir, valideyndir, uşaqdır. Uşağın təmasda olduğu hər kəsdir. Deyək ki, yan otaqda olan müəllimidir. Hər kəs, yəni qrup otağında olan, uşağı əhatə edən, bütün mühitdə olan hər bir kəslə uşağın ünsiyyəti, əməkdaşlığı bizim sosial mühitimizə aiddir. Plus da eyni zamanda bərabər imkanların yaradılması, uşaqlar üçün demokratik mühitin təmin olunması, demokratik mühitin yaradılması, plus qızlarla oğlanların hüquqlarının təmin olunması, fiziki zorakılığın qəbul edilməzliyi hamısı aiddir bizim sosial mühitimizə. Bütün bunlar müəllimlər özünü əks etdirir inkişaf etdirici mühitə. İnkişaf etdirici mühiti qısa olaraq şərh edirəm, açar söz kimi. İnkişaf etdirici mühitimiz öyrədici olmalıdır. İnkişaf etdirici mühitimiz təhsilləndirici olmalıdır. Təhsilləndirməsi üçün də mütləq biz bu funksiyaları nəzərə almalıyıq. Daha sadalamıram funksiyaların xüsusiyyətlərini. İnkişaf etdirici mühitin iki növü var. Daxili inkişaf etdirici mühit, xarici inkişaf etdirici mühit. Daxili inkişaf etdirici mühitin əsasını təşkil edir güşələr, fəaliyyət mərkəzləri, yəni müəssisə daxili, hər bir şey daxili inkişaf etdirici mühitə aiddir. Qrup daxili hər bir şey daxili inkişaf etdirici mühitə aiddir. Xarici inkişaf etdirici mühit də həyətyanı sahədir. Yəni həyətdə olan, müəssisənin həyətində olan hər bir şey də xarici inkişaf etdirici mühitə aiddir. Fidosta 3 komponenti var ki, fiziki mühit, zaman mühiti və sosial mühit. Fiziki mühit yenə də qrup otağıdır. Otaqda olan əşyalar, onların yerləşməsi, ümumi dizaynı, fəaliyyət mərkəzləri və orada olan materiallardır. Zaman mühiti bütün fəaliyyətlərin ardıcıllığı da düzgün təşkil edir. Sosial mühitdə uşağı əhatə edən hər bir kəslə uşağın əməkdaşlığı və ünsiyyəti. İnkişaf etdirici mühitlə bağlı sualınız varsa verə bilərsiniz. Və dəstəkləyici mühit. Dəstəkləyici mühit ayrıca bir aləm deyil müəllimlər. Ayrıca özü üçün bir planet deyil. Yəni Naxçıvan Muxtar Respublikası deyil. Dəstəkləyici mühit də məhz inkişaf etdirici mühitin bir hissəsidir. Biz inkişaf etdirici, bax, psixoloji sağlamlığın qorunması dedik biz. Psixoloji sağlamlığın qorunması, hansı inkişaf etdirici mühitdə. Eynən o, baxın, elə bil bu dəstəkləyici mühitin daha qısa şərhi. Dəstəkləyici mühit bizdən onu tələb eləyir ki, baxın, onun komponenti olan sosial mühit ki var, o elə dəstəkləyici təlim mühitidir. Bilirsiniz dəstəkləyici təlim mühitinin əsas komponenti nədir?
Elə müəllimlə uşaq arasında qurulan qarşılıqlı hörmət münasibətləridir. Müəllimlə uşaq arasında olan əməkdaşlıqdır, ünsiyyətdir dəstəkləyici mühit. Plus da dəstəkləyici mühit sağlam psixoloji bir mühitin uşaqlar üçün yaradılmasıdır. Plus da onların təhlükəsizliyinin nəzərə alınmasıdır. Bu plusları qeyd eləyin. Deyək ki, infrastrukturun uşaqlar üçün tam təşkil olunması. Yəni qrup otağı uşaqlar üçün tam təmirli olmalıdır. Tam təmirli olmasa da uşaqların təhlükəsizliyinə riayət edəcək şəkildə olmalıdır. Deyək ki, pəncərəsi yox, ayna yerinə kulyonka asılıb, divarları çat-çatdır, uzaq olsun, bir balaca yer daha doğrusu, yel nə idi? Yer silkələnməsi ilə divarlar hamısı uçub tökülə bilər. Belə bir mühitdə qətiyyən uşaqlar təhsil almalı deyil. Əgər belə bir qrup otağı varsa, belə bir müəssisə varsa, bu dəstəkləyici mühitin tələblərinin pozulmasıdır. Aydındırmı? Dəstəkləyici mühitdə, yəni sağlam belə deyək ki, binaların olmasıdır. Psixoloji mühit bayaq dediyim kimi, yəni tərbiyəçinin uşaqlarla münasibəti, dayənin uşaqlarla münasibəti, onlara psixoloji əks təsirin göstərilməməsi əsas olmalıdır. Yəni qışqır-bağırlar, onların hər zaman deyək ki, ciddi nəzarət altında saxlanılması, uşaqlar sadəcə nəfəs alır və yerlərində oturur, uşaqlara sərbəst fəaliyyətə icazə yoxdur. Olmaz, güşələrə yaxın gedə bilməzsiniz, qətiyyən dağıdarsınız, tökərsiniz, birtəhər düzəltmişəm, əziyyət çəkmişəm, özüm tək eləmişəm. Yəni bu kimi qətiyyən bunlar olmamalıdır. Əgər bunlar var, bu kimi hallar varsa uşaqlar üçün dəstəkləyici mühitin pozulmasıdır. Və dəstəkləyici mühiti də biz uğurlu qurmaq üçün yetərincə çeviklik olmalıdır. Çətinliklərdən qorxmamaq və müxtəlif yanaşmalardan istifadə etməkdir. Fərdi müxtəliflik, hörmətdir. Kollektivdə əməkdaşlıq, onların dinləmək və təklifləri qəbul etməkdir. Özünü qrupda inamlı hiss etməkdir, uşaqlara aiddir və müəllimin digər müəllimlərlə bir komandada işləməyə hazır olmasıdır. Müəllim var ki, yan otaqda tərbiyəçi müəllim ona nəsə bir söz desin ki, məsəl üçün, sən qrupunda olan hansısa bir uşaq zəifdir. Ay Allah, müəllim bunu götürə bilmir. Müəllimin əsəbləri pozulur. Gəlir uşaqlara onun hirsini çıxardır, qışqır, bağır. Yəni bu dəstəkləyici mühitin pozulmasıdır. Müəllim bütün müəllimlərlə bir komandada işləməyi bacarmalıdır. Müəllim özünə qarşı söylənən bütün iradları qəbul etməyi bacarmalıdır. Bu bizim hansı ki etik davranış prinsiplərimizdə də qeyd olunur ki, mədəni davranış prinsipində müəllim, bəli, hər bir kəsin onun fəaliyyətinə qarşı iradlarına açıq olmalıdır. Ondan nəticə çıxarmalıdır və həmin, deyək ki, iradları müsbət qarşılamalıdır. Bütün bunlar müəllimlər dəstəkləyici mühitin tələblərini özündə əks etdirir. Plus da öyrədici mühit, yenə də təkrar olacaq öyrədici mühitdə də deyəcəklərim. Dediyim kimi bunlar ayrı-ayrılıqda özləri üçün bir respublika deyil, bir planet deyil. Bütün bunlar yenə də inkişaf etdirici mühitimizə aiddir. Öyrədici mühit deyiriksə uşaqlar üçün öyrədicilik olmalıdır, uşaqlar üçün informasiya verən olmalıdır. Uşaqlar üçün öyrədici olan nədir? Elə əşyavi mühitdir, informasiya mühitidir, sosial psixoloji mühitdir. Əşyavi mühit uşaqları əhatə edən müəssisə daxili bütün əşyalar. Yenə də gəlirik fəaliyyət mərkəzləri, yenə də gəlirik güşələrə, güşələrdə olan materiallara, müəssisə daxili avadanlıqlara, ləvazimatlara, yəni əşyalar, uşaqları əhatə edən əşyalar. İnformasiya mühiti, həmin əşyaların uşaqlar üçün informasiya verən olması dediyimiz, baxın, funksiyaları xatırladır bizə. Plus da sosial psixoloji mühit də elə sosial mühitin özüdür ki, təlimə həvəsin formalaşdırılması, uşağın digər insanlarla əlaqəsi, tərbiyəçinin, valideynin, digər uşaqların və uşağın öz daxili aləmi ilə qarşılıqlı əlaqəsi sosial psixoloji mühitə aiddir. Bu da bizim müəllimlər, öyrədici təlim mühitimiz. Bütün bu komponentlər uşaqların təhsillənməsinə xidmət edir və bütün bu komponentlər uşaqlar üçün inkişaf etdirici bir təhsil mühitinin yaradılmasına xidmət edir. Dərsimizin izahı bu qədər. Sualınız varsa mövzu ilə verə bilərsiniz. Mövzu ilə bağlı sualınız varsa verə bilərsiniz. Bugün müəllimlər bizim test müzakirəmiz olacaq. Keçək WhatsApp qrupumuza, testlərimiz olacaq. Mən kaydı saxlayayım.